Sabahınız xeyirli olsun, hörmətli izləyicilər. Sentyabr ayı 28-də Ordubad rayonunun Tifi kənd ərazisindən çayının sahilindən sizləri salamlayıram. Tezdən inəklər gətirmişəm, bəlkə bir sona dolar. Gizlən qaç oynayırıq. Kolkosun içindən bu tərəfdən gəlib qarşısını kəsirəm. Bir türlü sarıqayı yapıra bilir. İnəklər öyrənib, haradasa bir yaşıllıq var, ora. İndi də hamısını qaytarıb yola salmışam, durub orada gözləyirlər ki, mən nə vaxt onlara tərəf gedəcəm, onlar da arxından dolayı gəlsinlər bu tərəf. Yaxınlıqda bir dovşan alması, bundan yaxşı çalğı da olurdu, indi kəsilməsi qadağandır, çox kövrəkdir, kövrək dedim, elastikdir, çox çətin sınır. Üstü də meyvənin doludur. Sonradan bu qədər meyvəli dovşan alması görə bilməz. Görəsən, həqiqətən də dovşan bunu yeyir, yoxsa elə adı belə qalır. Bir neçəsində dərdim yemişəm də. Yaxşı da dadı var. Bu dəqiqə bunu yıxsan 1 kilo alması var. Çayın suyu çox çoxalıb. 15 gün bundan əvvəl buradan su getmirdi. İndi suya olan ehtiyac minimuma yenib. Ona görə də su gedirsə yenişə. Biraz da havalar sərinləsin. 3-4 bu qədər olacaq. Çox şirinliyi yoxdur, ancaq özünə xas dadı var. Bəlkə də diabet yeməyidir. Şəkər bəlkə də 1-2% ancaq olur. İnəklər addımların yerini tərpətmirlər. Gözləyirəm bir dənəsi arxından dolayı getdi, safir. Onu da qaytarsan, bəlkə bir-birinin ardınca təpiyə qədər çıxalar. Ondan sonra gedib 2-3 tane otlayıb yenə də göy yer axtaracaqlar. İnəyi hardan qorusan, ora hücum çəkəcək. Gərək yaşıllıqları sentyabr ayının əvvəllərində otarasan ki, inəklər otlayana gəlib çəpərdə əzməz. Buradakı inəklər rəqibindir, çox sakitdir. Axşama qədər otlayacaqlar. Yarpızları buradan yığmışdım. İnəklər məcbur qalıb azı yarpızlara qədər yeyib. O da inəklər yamazla gedir, ancaq çəhlimi buraxıb yenə də biraz aşağı vurulublar. Gedib onların qabağını qaytarıb çəhlimə salmasın. İstəmədiyimiz yerlərə tərəf edəcəkdir. Mən gedim biraz da gözləsin. Onlara sata bilməyəcəm. Sağ olun. Növbəti videolarda görüşərik.